Nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Rusiya üçün bir nömrəli problemlərdən biri dron məsələsi idi. Çünki zamanında hətta Rusiya-Ukrayna müharibəsi başlamamışdan öncə Rusiyadakı bəzi generallar düşünürdülər ki, dron çox lazımsız, çox dəyərsiz bir məsələdir və ona görə də bu məsələnin üzərində ruslar çox fokuslanmırdılar. Amma müharibənin gedişatında xüsusən Ukrayna tərəfinin dronlarla etdiklərindən sonra Rusiya tərəfi tamamilə fərqli bir addım atmağa keçdi. Hətta Rusiya prezidenti Putin belə bir bəyanat da verdi ki, təxminən 1 milyona yaxın dron mütəxəssisi yetişdirəcəklər. Niyə bu məsələni gətirirəm? Çünki müharibənin gedişatında Rusiya tərəfi İrandan dronlar aldı, şahid dronları aldı və bu dronların üzərində ümumiyyətlə işləyərək artıq Geran 2 yeni adlar qoyublar, Geran 3-ü də istehsal ediblər və bu dronları daha da təkmilləşdirirlər. Və müharibənin gedişatında ümumiyyətlə bəzən elə olur ki, Rusiyanın öz əlində olan raketlər kifayət etmir və yaxud da ki, hədəfləri vurmaq üçün və yaxud da ki, müasirlik üçün və yaxud dəqiqlik üçün kifayət etmir. Ona görə də kənardan hansısa bir ölkədə, xüsusən İrandan o raketləri öz arsenallarına qəbul edirlər və o raketlər vasitəsilə Ukrayna ərazilərinə zərbələr endirirlər. Hesab edirəm ki, Rusiya tərəfi bu raketləri İran tərəfindən alıb və əslində bu raketlərdən hücum etməklə yanaşı düşünürəm ki, Rusiya tərəfi bu raketləri təkmilləşdirməyə başlayacaq. Çünki Ruslar bunu həmişə bu formada davam elətdiriblər və misal üçün indi sual çıxa bilər. Məsələn, şahid dronları yoxsa Geran 2? Geran 2 daha mükəmməl səviyyəyə gəlib çatıb. Ruslar onun adını Geran 2 qoyublar, indi Geran 3 istehsal edirlər, amma hələ də hər kəs ona yenə də şahid dronları deyir. Çox maraqlıdır. Və indiki mərhələdə hesab edirəm ki, təbii ki, Rusiya hərbi istehsalat baxımından ümumiyyətlə Rusiyanın silah sənayesi kifayət qədər dünyanın ən yaxşılarından sayılır və ən böyüklərindən sayılır. Yəni dünyada artıq düzdür, Rusiya-Ukrayna müharibəsi ilə ruslar 3-cü yerə keçdilər, amma silah satışında əvvəllər Amerika idi, daha sonra Rusiya idi və sonra digər ölkələr gəlirdi. Məsəl üçün, hibrid müharibədən daha çox asimetrik müharibə gedir indiki mərhələdə. Misal üçün, əvvəllər belə deyək, misal üçün, götürək ya Rusiya ordusunu və yaxud da ki, Ukrayna ordusunun bir desantını, bir xüsusi təyinatlı qüvvəsinin bir gizirini, bir mənsubunu götürək. Hətta Azərbaycanın belə deyək də, bir xüsusi təyinatlıların bir mənsubunu götürək. Bunların tamamilə döyüş tapşırığı başqaydı, başqa cür döyüşürdülər. Amma indi bir xüsusi təyinatlı mı daha təhlükəlidir, yoxsa əlində pult olan bir uşaq mı? Uşaq daha təhlükəlidir bu dəqiqə. Çünki artıq o dron vasitəsilə istədiyini həyata keçirə bilir. Oturur 50 kilometr, 70 kilometr, 100 kilometr kənardan tamamilə fərqli iş görür. Və artıq Rusiya-Ukrayna müharibəsi bu mərhələyə qədəm qoyub. Ona görə də biz misal üçün Rusiya-Ukrayna müharibəsində arama-taramalara baxırıq. Məsələn, Rusiya tərəfi girir hansısa bir şəhərə və yaxud da ki, Ukrayna tərəfi hansısa bir şəhəri işğaldan azad edir. Məsələn, orada arama-taramalar var. Normalda arama-taramaları, misal üçün, Qarabağ müharibəsində 44 günlük müharibədə bunu daxili qoşunlar həyata keçirirdi. Niyə görə? Çünki bunların ixtisası idi və bu sahə üzrə onlar ixtisaslaşmışdılar. Amma indiki mərhələdə biz baxırıq ki, artıq bunu qoşunlar da həyata keçirə bilmir. Qoşunla təsəvvür edin ki, dayanır qabağında, manqa dayanır, manqandan öncə 2 dron girir içəri, binanın içərisinə, ondan sonra digərləri girir. Yəni, tamamilə müharibənin mahiyyəti dəyişir və hibrid müharibə, asimetrik müharibə, informasiya müharibəsi tamamilə fərqli mənzərəyə gəlib çıxıb. Misal üçün, bəsit formalarından birini sizə informasiya müharibəsində də bir bəsit formasını bildiyim sizə. Hadrut işğaldan azad olunandan sonra Azərbaycan tərəfi bəyanat verdi ki, Hadrutu işğaldan azad etmişik. Bir Rusiyalı bloger idi, çıxdı Hadrutun girəcəyində bir video çəkdi, qoydu ki, yalan deyirlər. Yəni, mən buradayım. Amma biz onu cəmiyyətdə biraz çaşqınlıq yaratmağa başladı. Onun eynisini və daha betərini və belə deyərdim, hətta belə deyək də, daha ağır formasını Zelenski elədi. Krupyanskinin gəldi, qarşısında dayandı, video çəkdi. Hətta o həddə gəlib çatdı ki, Putin bundan bağlı 3 dəfə də açıqlama verib, 3 dəfə də münasibət bildirib, amma insanlar hələ də o formada fikirləşirlər. Yəni artıq köhnə klassik müharibə yoxdur, düzdür. Rusiya-Ukrayna müharibəsinin 2022, 2023, 23, hətta 2024-ün ortalarına qədər klassik müharibə anlayışı var idi. Yəni, taborlarla, bölmələrlə, hərbi hissələrlə hücum həyata keçirdilər, kəşfiyyat bölmələri irəlilirdi, texnika gedirdi, texnikanın arxasınca əskərlər gedirdi. Tamamilə fərqli bir müharibə, klassik müharibə idi. Amma indiki müharibəni artıq
proqnoz etmək belə mümkün deyil. Yəni asimetrik bir müharibə gedir. Çox və bu müharibə hesab edirəm ki, bütün ölkələr, indi biraz da özümüzə qayıdaq, bütün ölkələr, hətta Azərbaycan belə bu müharibəni ciddi şəkildə təhlil etməlidir, analiz etməlidir. Təkrar edirəm, biz də düzdür, Azərbaycan tərəfi öz xüsusi təyinatlılarının sayını artırır, digər qoşun növlərinin sayını artırır. Amma burada ən önəmli olan məsələ hazırda dron mütəxəssisidir və dronların operatorlarının yetişdirilməsi məsələsidir ki, buna çox ciddi hesab edirəm ki, buna çox ciddi yanaşmaq lazımdır. O ki qaldı artıq məsələn tankları artıq biz tanıya bilmirik. Məsələn, Rusiya-Ukrayna müharibəsində yəqin siz də tankları görmüsünüz. Tanımaq olmur, yəni tanklar tamamilə bir lüləsi bəzən görsənir və yaxud da ki, o da görsənmir. Yəni bu həddə gəlib çatıb artıq müharibə. Ona görə də düşünürəm ki, indiki mərhələdə indiki müharibəni çox ciddi şəkildə təhlil etmək lazımdır, çox ciddi şəkildə analiz etmək lazımdır. Yeri gəlmişkən, Ukraynalı bəzi mütəxəssislər var, bəzi generallar var, qərb mediasına verdiyi müsahibələrdə açıq-açıq deyirlər ki, 2022-ci ildəki Rusiya ordusu ilə müharibə aparmaq çox asan idi. Və düşünürəm ki, həqiqətən də asan idi. 2022-ci ildə Rusiya ordusu ilə, hətta 2023-cü ildəki Rusiya ordusu ilə də müharibə aparmaq asan idi. Amma məsələ ondadır ki, böyük dövlətlərin ən çox üstünlükləri ondan ibarətdir ki, onlar çox səhv eləyə bilərlər. Ya Amerika çox səhv eləyə bilər, amma bir düzdən o səhvlərin hamısını silə bilər. Amma Azərbaycan kimi, yəni söhbət kiçik ərazisi və əhalisi kiçik olan ölkələrin səhv etmək şansı yoxdur. Ona görə də hesab edirəm ki, biz bu məsələnin üzərinə çox ciddi düşməliyik, bu məsələləri çox ciddi təhlil, çox ciddi analiz eləməliyik. Çünki bizim region da yaxşı bilirsiniz, bizim region çox coğrafi baxımdan çox təhlükəlidir. İranın və Rusiyanın ortasında yerləşən bir regiondan söhbət gedir. Ona görə də düşünürəm ki, bu müharibələri daha çox analiz etməliyik və təkcə analizlə qalmamalıdır. Bunu tətbiq də eləməliyik biz. Çünki biz 44 günlük müharibədə həm klassik müharibəni, həm hibrid, həm asimetrik müharibənin bütün variantlarından hamısından istifadə eləmişdik. Amma indiki müharibə, Rusiya-Ukrayna müharibəsi tamamilə fərqlidir. Və bunlardan bir qədər daha fərqli bir müharibə İran-İsrail toqquşması idi. Raketlərlə və hava hücumundan müdafiə sistemləri ilə. Yəni ona görə də indiki mərhələdə onu bir çox ölkələr, xüsusilə Avropa ölkələri və Türkiyənin özü belə hava hücumundan müdafiə sistemlərinin üzərinə çox ciddi şəkildə düşüb. Yer gəlmişkən, siz də bilirsiniz, Türkiyənin ərazisinə bir neçə dron da düşdü, hətta dronların havada vurulma prosesi də baş verdi. Az öncə bizim mövzunu da müzakirə etdik hətta. Bəli, bəli. Yəni bütün biz bunlara baxanda artıq məsələlərə bir qədər fərqli baxmaq məcburiyyətində qalırıq. Ona görə də sualımızın lap əvvəlinə gəlirəm ki, Rusiyanın İrandan raketlər alması və bu raketləri tətbiq etməsi və daha sonra biz hətta o raketlərin modernizə edilməsi forması ilə qarşı-qarşıya qala biləcəyik. Yəni bunu biz indidən gözləməliyik. Çünki Rusiya bu məsələlərdə həmişə bu məsələlərin üzərində daha çox işləyib. Yeri gəlmişkən, məsələn, atom bombasını belə başqa bir ölkədən oğurladılar, amma bu dəqiqə ən çox atom bombası demək olar ki, Rusiyadadır. Ona görə də bu üzrə çox yaxşı ixtisaslaşıblar və düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin hazırki mərhələsində şiddət hələ bir qədər də artacaq. Çünki artıq yeni yaşayış məntəqələri istiqamətində və böyük yaşayış məntəqələri istiqamətində döyüşlər gedir. Küçə döyüşləri və şəhər döyüşləri çox ağır gedir və artıq məsələn Rusiyalı bir zabitin müsahibəsinə, video müsahibəsinə baxırdım. Açıq-açıq bildirir ki, misal üçün əvvəllər manqalarla hansısa irəliləyərdilərsə, indi açıq-açıq bildirir ki, 2 nəfərlə, bəzən 3 nəfərlə hansısa sızmaları və yaxud da ki, hansısa önə getmələri, kəşfiyyat məsələlərini həll etməyə çalışırlar. Yəni müharibənin mahiyyəti də, müharibənin miqyası da, müharibənin ümumiyyətlə müharibəyə yanaşma da tamamilə dəyişib və biz bu yanaşmada hesab edirəm ki, biz də bu yanaşmaya baxmalıyıq, dünyada baş verən prosesləri izləməliyik və bu istiqamətdə addımlar atmalıyıq.